qiymətləndiricilər. Bəli, bu cəmiyyət bizim biznes mühiti üçün, müxtəlif sektorlar üçün çox faydalıdır. Və Vüqar müəllimin də hər gün bir çıxışlarını və təcrübə bölüşünü görürük. Təşəkkür edirəm Biznes Mərkəzi Klubuna və onun dəyərli rəhbəri Rüfət qardaşımıza. Həqiqətən də hər il öz möhtəşəm tədbirləri ilə bütün sahibkarları, ölkə ictimaiyyətini təəccübləndirir və biz bu inkişafın şahidi oluruq. Hər tədbir özündən əvvəlki tədbirindən müəyyən xüsusiyyətlərlə fərqlənir və səmimiyyətin dərəcəsi daha da artır. Bu onu göstərir ki, Biznes Mərkəzi Klubu öz qarşısına qoyduğu məqsədlərə çatmaq, öz hədəflərinə uyğun olaraq fəaliyyət göstərmək istiqamətində ciddi uğurlar əldə edir və bu uğurlar münasibətilə sizi mən təbrik edirəm. Eyni zamanda bildirirəm ki, bu nominasiyada dəyərləndirməmiz və bizə bu mükafatı təqdim etmənizə görə öz təşəkkürümü bildirirəm. Həqiqətən də iqtisadçı ekspert olmaq təkcə sadə rəqəmləri ictimaiyyətə çatdırmaq deyil, statistik məlumatları bildirmək deyil. İqtisadçı ekspert dövlətin, hökumətin yeritdiyi iqtisadi siyasəti xalqa çatdırmalıdır və eyni zamanda bununla kifayətlənməməlidir. Həmin xalqın problemlərini ictimaiyyətə bildirməlidir və bir körpü rolunu oynamalıdır. Mən çox böyük qürur hissi keçirirəm ki, bu bir il ərzində qarşıma qoyduğum bu vəzifəni icra etdiyimi və bu vəzifənin uğurla icra etdiyimi Biznes Mərkəzi Klubu tərəfindən qeyd olunmasını bugün gördüm, bunun şahidi oldum. Sizə minnətdaram, uğurlar diləyirəm və inanıram ki, bu fəaliyyətdə hər daim biz birlikdə olacaq. Onu da qeyd edeyim ki, onu da vurğulayım ki, iqtisadçı ekspertlərin, ümumiyyətlə, hansı sahədə olursa olsun, ekspert fəaliyyəti göstərən insanların öz fəaliyyətlərini uğurla həyata keçirməsində ən böyük dəstəyi verən məhz mediadır. Media olmasa, mətbuat olmasa, bizim fikirlərimiz ictimaiyyətə və hökumət qurumlarına çatdırıla bilməz. Fürsətdən istifadə edib Azərbaycanın möhtəşəm, şanlı, zəhmətkeş, cəfakeş mediasını da təbrik edirəm, onlara öz təşəkkürümü bildirirəm. İnanıram ki, onların davamlı, ardıcıl, uğurlu fəaliyyəti Azərbaycan ictimaiyyətinin daim öndə olmasına gətirib çıxardacaq və ölkə mediamız günü-gündən inkişaf edəcək. Təşəkkürlər bir daha, var olun, uğurlar diləyirəm sizə. Təşəkkür edirəm Vüqar müəllim, minnətdarıq sizə. Növbəti nominasiya